Yunus Peyğəmbərin kitabı, Yunusun çağırışı və itadətsizliyi. Rəbbin sözü Amitay oğlu Yunusa nazil oldu. Qalx Ninevaya, o böyük şəhərə get və ona qarşı cavab çək, çünki oradakıların pisliyi gəlib mənə qədər çatmışdı. Lakin Yunus Rəbbin hüzurunda Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlara birlikdə Tarşişə gedən gəmiyə mindi. Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı. Dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı. Gəmiçilər qorxuya düşüb hər bir öz Allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. Gəmi rəisi onun yanına gəlib dedi: "Sən nə yatırsan? Qalx öz Allahını çağır. Bəlkə sənin Allahın bizi yada salar və biz məhv olmarıq." Gəmiçilər bir-birinə dedi: "Gəlin püşük ataq, görək kimə görə bu bəla başımıza gəldi." Püşük atdılar və püşük Yunusa düşdü. O zaman Yunusdan soruşdular: "Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?" Yunus cavab verdi: "Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbbdən qorxuram." Onlar çox qorxdu və dedi: "Sən bunu nə üçün etdin?" Çünki Yunusun Rəbbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər. Bunu onlara özü nəql etmişdi. Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: "Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?" Yunus onlara dedi: "Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər. Çünki bilirəm bu böyük fırtına mənə görə baş verib." Lakin gəmiçilər sahilə yan almaq üçün səylər avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki, dəniz onlara qarşı get-gedə coşurdu. O zaman onlar Rəbbə fəryad edərək dedilər: "Ya Rəbb, sənə yalvarırıq, qoyma bu adamın canından ötürü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın. Çünki sən, ya Rəbb, öz istədiyin etmişsən." Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı. Onda adamlar Rəbbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi. Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus 3 gün 3 gecə balığın qarnında qaldı. Yunusun tövbəsi və xilası. Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi: "Əzab içində Rəbbi çağırdım. O mənə cavab verdi. Ölülər diyarını bağından fəryad etdim. Sən mənim səsimi eşitdin. Sən məni dərinə, dənizi qoynuna atdın. Məni sellər sardı. Sənin bütün
ləpələrin və dalğaların üstündən keçdi. Mən dedim, sənin gözlərinin önündən qovuldum. Lakin yenə sənin müqəddəs məbədini görəcəyəm. Nəfəsim kəsilənə qədər məni sular bürüdü, məni dərinliklər aldı. Başıma yosunlar sarıldı, dağlanlar dibinə qədər endim. Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb, Allahım, sən canımı dərin çuxurdan çıxartdın. Daxilimdə canımı üzüləndə Rəbbə üz tutdum. Mənim duam sənə, sənin müqəddəs məbədinə çatdı. Puç olan bütlərə səcdə edənlər onlara verilən lütfdən imtina edərlər. Amma mən sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm. Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbbdədir. Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı. Ninivalıların tövbə etməsi. Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu. Qalx Ninevaya, o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara cavab çək. Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı 3 günə gəzib dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb 1 günlük yol getdi və cavab çəkərək dedi: 40 gündən sonra Nineva dağılacaq. Ninevalılar Allaha inanırdılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padişahına çatanda o taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padişah özünün və əyanların adından buyurdu ki, Ninevada elan edib desinlər: nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun, keçi heç nə yeməsin, otluğa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakarlığından dönsün. Kim bilir, bəlkə Allah rəhmə gəlib qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq. Allah onların işlərini pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. Allahın Ninevalılara rəhmi. Bu iş Yunusun heç xoşuna gəlmədi və o hissləndi. O Rəbbə dua edərək dedi: Ya Rəbb, mən hələ ölkəmdə ikən bunu demirdim. Buna görə də mən tarişə qaçdım. Çünki bilirdim sən lütufkar, rəhimli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməlisən. İndi isə ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa ölmək yaxşıdır. Rəbb dedi: Hislənməyin, yaxşı işdirmi? Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfinə oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. Rəbb Allah Yunusun
başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir kənəkərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu, yetirdi. Qurd bitkinin içində yedi və bitki qurudu. Günəş çıxanda Allah isti səmum külək yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: mənim üçün yaşamaqdansa ölmək yaxşıdır. Allah Yunusa dedi: məgər sənin bu bitkiyə görə hisslənməyin yaxşı işdirmi? O dedi: əlbəttə yaxşıdır. Elə hissləndim ki, az qala öləm. Onda Rəbb dedi: sən zəhmətini çəkmədiyini və yetişdirmədiyini, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıysan, bəs sağ əlini sol əlində ayıra bilməyən 120 mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya mən necə acımayım?